Salam, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Bugün 18 iyun sertifikatlaşdırma prosesinin ikinci günüdür. Növbəti günlərdə də iştirak edəcək bütün müəllim namizədlərimizə uğurlar arzu edirəm. Bugünkü sualların izahına keçməmişdən əvvəl bu 2 gündə bu proses haqqında qısaca bir fikir bildirmək istəyirəm. Dünən filoloqların, bugün də fizika və kimya fənni tədris edən müəllim namizədlərimizə ədalətli bir imtahan keçirilmədi. İndi kimsə gələr rəy bölməsində fikir bildirəcək ki, əziyyət çəkərdilər, biz bu qədər bal toplamışıq. Əziyyət hər biri çəkib, elə bir sosial şəbəkədə qarşıma belə təlimçilər çıxır ki, fənni tədris edən təlimçilər, onlar ürəkaçan bir balla, yəni çıxmayıblar, 50 plusu keçməyiblər. Yəni o demək deyil ki, təlimçi savadsızdır. Xeyr, iki başlı yanaşmalar verib də belə deyim, ədalətli bir yanaşma göstərmək deyil. Əgər ki, başqa suallar təqdim olunursa, bütün fənn müəllimlərinə də təqdim olunmalıdır. Yox, bu fənni tədris edən müəllimlərin imtahanı asan, digərlərinki çətin. Belə bir ədalətli yanaşma deyə bilmərik. Nə də ki, müəllimin əgər biz imtahanla, balla bilik bacarığını yoxlayırıqsa, onda bütün müəllimlərə, bütün fənn müəllimlərinə eyni səviyyədə suallar təqdim olunmalıdır. Ayrı seçkilik olmalı deyil. Yəni, xoş bir yanaşma olmadı. Həmişəki kimi yenə də haqqımızda xeyirlisi olsun. Keçək növbəti günün suallarına. Bugünkü yəni günün suallarıdır. Ola bilər ki, burada inteqrasiya və hansısa bir sual, hansısa bir fəndə düşməsin, amma belə deyim də, bu real məktəb situasiyaları demək olar ki, məzmunu dəyişsək də hamı da eynidir. Təbii ki, inteqrasiya və idrac fənninə uyğun olaraq təqdim olunur. Amma real məktəb situasiyalarıdır. Demək olar ki, məzmun etibarən hamıya bütün fənləri eynidir. Sual olunur ki, sinifdə bir şagirdin mütəmadi olaraq digər həmyaşıdları tərəfindən bullyingə məruz qaldığını müəyyən edən müəllimin ən doğru və etik yanaşması hansıdır? Görək, ən doğru yanaşma istəyir bizdən. Bullyingi dərhal dayandırmaq, tərəflərlə fərdi söhbətlər aparmaq, məktəb psixoloqunu və valideynləri prosesə cəlb edərək təhlükəsiz mühit yaratmaq xoş səslənir. Burada bir problemi də götürürəm, amma digər variantlara da baxaq. Yalnız zərər çəkən şagirdlə danışmaq və ona daha güclü olmasını, bu cür hallarda fikir verməməsi tövsiyə etmək. Yalnız zərər çəkənlə danışım, amma zərər verən şəxslə söhbət aparmayım. Axı zərər verən sabahlarım gedəcək, başqasına zərər verəcək. Ona görə də təbii ki, iki yəni belə deyim də, şəxslə zərər verən də, zərər çəkənlə də söhbət aparmaq lazımdır. Burada isə bir tərəfi üstün tutduğuna görə yanlışdır. Məsələn, sinif qarşısında müzakirə çıxarmaq və bullying edən şagirdlər hamının yanında tənqid etmək. Ümumiyyətlə, konfidensiallığı biz pozmalı deyilik. Burada konfidensiallıq pozulur. Konfidensiallıq gizli məxfilikdir. Olmaz, yanlışdır. Şagirdlərin sosiallaşması üçün bu cür halları normal qəbul etmək və onların öz aralarında problemi həll etməsinə şərait yaratmaq. Deməli, sosiallaşmaqdan ötürü bir-birinizi deyirik ki, itələyin, ondan sonra fiziki güc tətbiq edin və s. və bu təbii ki, yanlış bir yanaşmadır. Ən doğru variant görürsünüz ki, variantların içərisində biri lap, belə deyim də, daha doğru, daha düzgün olandır, o da A variantıdır. Sualın doğru cavabı A variantı. Keçək ikinciyə. Bu təbii ki, fənninə uyğundur. Müəllim şagirdlərə tapşırır ki, rənglər haqqında araşdırma aparsınlar və eyni zamanda bu rəngləri insan xarakteri ilə uyğunlaşdırıb öyrənsinlər. İnteqrasiyanı bizdən soruşur. Bu təsviri incəsənət fənnindən düşən inteqrasiya sualıdır. Belə rənglər harda var? Təsviri incəsənətdə var. Bir də insan xarakteri. İnsan xarakterdə bu həyat bilgisində deyə bilərik və ya psixologiyada da deyə bilərik. Görürsün, təsvir incəsənət, həyat bilgisi və ya psixologiya bir neçə fənnin əlaqəsi var. Bu fənlər arası inteqrasiyadır. Fənn üstü ümumiyyətlə qəti olunmaz. Uşaq əgər evdə gedib özü araşdırma aparsa da belə bu fənn üstü olmayacaqdır. Bəzən deyirlər ki, evdə proses icra edir. Niyə fənn üstü olmasın? İstəyir evdən də çölə çıxsın, geçsin. Nə bilim, dağda, dərədə götürsün əlinə kitabı, dəftəri, qəzeti, nəyəsə bir araşdırma aparsın. Bu fənn üstü olmayacaqdır. Şagird orada öz əziyyət çəkməlidir. Hazır informasiyadan istifadə edirsə fənn üstü deyil. Bu sualın cavabı fənlər arası inteqrasiya nədir? Olacaqdır. Məktəbdə bullyingin qarşısını almaq və təhlükəsiz mühit yaratmaq üçün həyata keçirilən preventiv tədbirlərə bağlı variantlar hansı yanlışdır? Bizə yanlışı soruşur. Qoy belə
Gedək yanlış variantı. Bullyingi vaxtında müəyyən etmək üçün məktəbdə şagirdin özünü sərbəst ifadə edə biləcəyi təhlükəsiz və azad mühit yaradılmalıdır. Yanlış deyil, doğru bir yanaşmadır. Bununla işimiz yoxdur. Şagirdlərin şəxsi portfolyoların yaradılması və esse yazmaq kimi yaradıcı fəaliyyətlər onların emosional vəziyyətini anlamağa kömək edir. Bu da bir doğru bir yanaşmadır. Yanlış bir yanaşma yoxdur. Bullyinglə mübarizə yalnız sinif rəhbəri məsuliyyət daşıyır. Valideynlərlə və digər məktəb heyətli əməkdaşa ehtiyacı yoxdur. Bunu saxlayıram. Şagirdlər arasında anonim sorğular keçirilə bilər, lakin bu sorğuların nəticələrinə əsasən fərdi diaqnozların qoyulması məqsədə uyğun deyil. Bu da doğru bir fikirdir. Bunun işim yoxdur. Niyə görə burada deyil? Fərdi diaqnozların qoyulması məqsədə uyğun. Fərdi niyə diaqnoz qoyuram ki burada? Sorğu keçirdim. Yəni məqsədə uyğun deyil deyir. Yəni bizdən yanlışı soruşur. Yəni diaqnozu qoyuram ki, filan kəs günah səndədir. Yox, ümumi bir nəticə çıxardıram. Bu sualla yəni işimiz yoxdur. Yanlış deyil bu. Bullyingə mübarizə yalnız bir sinif rəhbəri məsuliyyət daşıyır. Xeyr, ümumiyyətlə məktəbdə ki, bullying halı baş veribsə, bütün heyət fərqi yoxdur. O sinifə dərs deyən müəllimlərin hər biri məsuliyyət daşıyır. Nəinki sinif rəhbər. Sinif rəhbərəm deyənə hər bir şey sinif rəhbərinin üzərinə düşmür axı. Və deyir ki, heç kəslə də əməkdaşlıq etməyə ehtiyac yoxdur. Axı bullying gördümsə, fən müəllimləri ilə də, o sinifdə dərs deyən fən müəllimləri ilə əməkdaşlıq etməliyəm, psixoloqla əməkdaşlıq etməliyəm, valideynlə əməkdaşlıq etməliyəm təbii ki, bu problemi aradan qaldırmalıyam. Ona görə C variantı yanlışdır. Summativ qiymətləndirmənin əsas xüsusiyyətlərinə dair verilmiş fikirlərdən hansı doğrudur? Bizdən doğrunu istəyir. Summativ qiymətləndirmə məktəb daxil qiymətləndirmənin bir növüdür. Summativ özü iki yerə bölünür. Kiçik summativ qiymətləndirmə və böyük summativ qiymətləndirmə. Summativ qiymətləndirmənin əsas məqsədi ondan ibarətdir ki, təlim nəticələrini nə dərəcədə şagird mənimsəyib onu ölçür. Ölçən qiymətləndirmədə, yekun qiymətləndirmədə geri dönüşü yoxdur. Təlim nailiyyətlərinin qiymətləndirməsi yönəlmişdir və nəticələr sinif jurnalında qeyd olunur. Bəli, kiçik summativin, böyük summativin nəticələrini jurnalda yazmırıq, yazırıq. Yəni hamının indi hal-hazırda belə deyim də ən aktual yanaşmalardan biridir KSG, BSG. Yəni düzgün variantdır, çünki təlim nailiyyətlərinin qiymətləndirilməsinə yönəlmişdir. Əgər desəydik ki, təlim nailiyyətlərinin mənimsənilməsinə və ya da izlənilməsinə şərait yaradır, izləmək söhbət olsa formativ götürərdik. Şagirdin gündəlik inkişafını izləyər, rəylər vasitəsilə təlim tənzimləyir. Gündəlik isə formativdir, bunun işim yoxdur. Yalnız şagirdin psixoloji vəziyyətini və sosial bacarıqlarını ölçməyə xidmət edir. Xeyr, akademik biliklərini ölçür. Nəinki psixoloji vəziyyətini, akademikdir. Biliklərini ölçür, summativ qiymətləndirmə. Təlimin əvvəlində şagirdin mövcud bilik və bacarıqlarını yoxlamaq üçün keçirilir. Təlimin əvvəli, bölmənin əvvəli, yarımın əvvəli, sinifə yeni şagirdlərin diaqnostika aiddir. Summativə aid deyil. Summativə aid olan nə idi? A variantı idi. Keçək 5-ci suala. Şagird dərsə gecişir, müəllimdən icazə istər və izahat verir ki, bu da dərsin pozulması səbəb olur. Bu problemin əsas səbəbi nədir? Dərsə gecişir şagird. Dərsə şagird gecişirsə, müəllim də izah verəndə, müəllimin dərs izahının pozulmasına səbəb olursa, təbii ki, müəllim burada tədris ilinin əvvəlində sinifin effektiv idarə edilməsi üçün gözlərində prosedur qaydaları qoymuyor. Ən əsas da prosedur burada yoxdur. Variantlarda görək nə var? Dərsin maraqsız keçməsi şagirdin keçməyə şərait yaradır. Hələ bu uşaq gəlməyib baxaq, bəlkə mən bu gün dərsi yaxşı keçirəm. Uşaq dərsə gedişir. Bunun heç bir əlaqəsi yoxdur. Şagirdin intizamsız və hörmətsiz olması xeyir. Məktəb rəhbərinin gecikmələrlə bağlı ciddi cəza tədbirini görməməsi bu da deyil. Müəllimin gecikməklə bağlı müəyyən olmuş prosedurun olmaması. Əgər şagird dərsə gedişibsə, müəllim prosedur qoyubsa, şagird gələcək, sinifə daxil olacaq, gedib yerində əyləşəcək, çantasını yerə qoyacaq, kitab dəftərini açıb, müəllim hardan izah verirsə, oradan da qoşulacaq müəllimə dərsi dinləyəcək. Təbii ki, dərs bitdikdən sonra müəllim şagirdlə dərsə geçməsi haqqında da fərdi söhbət aparacaqdır. Bu dərsin pozulmamasına gətirib çıxardır. Yox, dərsə gedişib, ay bala hardaydın, niyə gəlməmişdin dərsə? Haralardaydın? Artıq dərsdə yarımçıq qalacaq, dəqiqələrimiz də gedir, digər uşaqların fikri yayınacaqdır. Prosedur burada qoyulmur. 5-də D variantıdır. 6. Effektiv sinif idarə etməsində gecişən şagirdin dərsi pozmaması üçün müəllim hansı addımı atmalıdır? Gecişən şagirdi sinifə buraxmamalıdır, yanlışdır. Sinif qarşısında şagirdin gecikmə səbəbini sorğulanmalıdır. Xeyr, konfidensiyalı pozuruq, ümumiyyətlə olmaz. Öncədən elan edilmiş və məşq etdirilmiş
Yetişmə prosedurunu tətbiq etməlidir. Bəli, doğrudur. Prosedur tədris ilin əvvəlində hazırlanır, şagirdlərə təqdim olunur. Proseduru şagirdlərə belə deyim, öyrədirik, məşq elətdiririk və möhkəmləndiririk ki, şagird bunu davamlı şəkildə həyata keçirsin. Bir dəfə bu proseduru qoymuşuq, şagird nəzərinə çatdırmışıq, şagird bunu növbəti günlərdə etmir. Deməli, biz onu davamlı şəkildə məşq elətdirməmişik, öyrətməmişik, məşq elətdirməmişik ki, möhkəmlənsin. 21 gün psixologiya kitabında da var ki, hansısa bir yanlış davranışlardan qaldırmaq istəyirsənsə, 21 gün onu davamlı şəkildə edəginən və artıq o səni, belə deyim də, məşq edəcəksən və artıq o səndə vərdiş halına gətirib çıxarılacaqdır. Burada da təbii ki, prosedur tətbiq edilməlidir. Şagird birbaşa məktəb direktoruna göndərilməlidir. Bu da yanlışdır. Doğru variant oldu nə? C variantı. Sinifdə bullying halı müşahidə edildikdə müəllimin düzgün mövqeyi hansıdır? Düzgün istəyir. Zərərçəkən şagirdin valideyninə demək ki, uşağını başqa məktəbə aparsın. Xeyr, getsin orada da belə deyim də aləm qaçsın bir-birinə və yaxud da ki, başına nəsə bir iş gəlsin. Olmaz. Şagirdləri maarifləndirmək və məktəb psixoloqu ilə əməkdaşlıq etmək ən gözəli budur, amma o biri variantlarda baxaq. Yalnız şagirdin incidən şəxsi hamının qarşısında cəzalandırmaq, hamının qarşısında cəzalandırmaq, ümumiyyətlə cəzalandırmaq da olmaz. Hamının qarşısında nəsə demək də olmaz. Məsələ müdaxilə etməmək və şagirdlərin özlərinin həll etməsini gözləmək. Bullying halıdır. Bullyingin hansısa bir biz növünü deyə bilmərik ki, bu növü daha yaxşıdır da. Hər bir növü dağıdıcı qüvvəyə məxsusdur. Ona görə də hətta ölümlə də nəticələnə bilər. Ona görə də bullying gördüksə anında nə etməliyik? Müdaxilə etməliyik. B variantı daha məqsədə uyğundur. Onu seçdik. 8-ə baxaq. Demək olar ki, bugünkü suallarımızın çoxu ilə real məktəb situasiyalarda. Bullyinglə mübarizədə şagirdlərin maarifləndirilməsi dedikdə nə nəzərdə tutulur? Zorakı davranış nümayiş etdirən şagirdləri sinifdən kənarlaşdırmaq, xeyr. Hər gün şagirdlərə bullying haqqında testlər etdirmək. Bunu qoy saxlayaq. Şagirdlərə yalnız nizam-intizam qaydanı əzbərlətmək, xeyr. Bullyingin növləri, fəsadları və qarşılıqlı hörmətin önəmi haqqında söhbət aparmaq. Baxın, B ilə D-ni özüm saxladım, çünki oxumamışdım ona görə. Hər gün şagirdlə bullying haqqında testlər etmək. Testlər etmək 100 gün test etkindən. Nə məna kəsb edəcək? Heç bir şey. Amma bullyingin növləri, məsələn, verbaldır, ondan sonra kiberbullyingdir, sosial bullyingdir, elə kiber, belə deyim də, xüsusi növ bullyingdir, fiziki bullyingdir. Bunları lap dedim 100 gün. Məsələn deyirəm, amma bunları deməliyəm və dedikdən sonra onlar haqqında maarifləndirici söhbətlər də aparmalıyıq. Ki, yəni uşaqlar, məsələn, verbal bullying fəsadı budur, nə bilim, qeyri-verbalınki budur və s. və axı. Ən doğrusu nədir? Deməli, D variantı olacaqdır. 9-a baxaq. Müəllim valideyn münasibətlərinin səmərəli qurulması üçün hansı addım şərtdir? Yəni, şərt deyəndə doğrunu istəyir bizdən. Valideynin rəyini nəzərə almadan yalnız öz bil tətbiq etmək. Xeyr, biz valideynlərin də fikirlərini, təbii ki, hər fikrini yox, amma fikirlərini də dinləməliyik. Yəni, bütün fikirlərini dinləməliyik, amma hər dediyini etməməliyik. Fikrini dinləmək, laf gözə, bu hörmət əlamətidir, ola bilər. Yəni, bu yanlışdır. Deyir, rəyini nəzərə almırsan, amma yalnız öz bildiyi tətbiq edirsən. Öz bildiyi tətbiq edə bilərsən, amma onların da rəyini ala bilərsən. Rəyini almalısan da. Açıq qarşılıqlı hörmətə əsaslanan mütəmadi və effektiv məlumat mübadiləsi aparmaq doğru bir səslənir. Gəlin o birənə bax. Valideynin yalnız şagirdin negativ davranış haqqında məlumat vermək. Negativ davranış haqqında məlumat versən, sabah iclas keçirilib gəlməyəcək. Zəng eləyərsən, bir söz demək, açmayacaqsan zəngi. Gecə yenə də ad nədir? Evladım haqqında mən negativ bir fikirlər səsləndirməyə yığıb da, nindirəm başım ağrıda. Valideynlərlə yalnız valideyn iclasından görüşmək, xeyr, fərdi söhbətlər də aparmaq olar, tək iclas üçün yox. B variantı görüşdə daha məqsədə uyğun bir cavabdır. Müəllim valideynin əməkdaşlığının şagird inkişafına təsirin ən mühüm amil hansıdır? Valideynlərin yalnız maddi dəstəyini istifadə etmək, maddi pul deyir, əlbəttə ki, xeyr. Müəllimin bütün məsuliyyəti valideyn üzərinə atması, xeyr. Şagirdin gələcək inkişafı üçün valideyn rəyini dəyərləndirməsi bircə fəaliyyət. Bəli, valideynin məktəbə hər gün gəlməsinin tələb olunması. Valideyn məktəbə hər gün gələ bilməz. İşi ilə əlaqədar biz empatiya qurmalıyıq. Məktəbdə hər gün nə var gəlsin. Xüsusi bir günlərdə, iclaslarda gələ bilər. O başqa bir məsələ. C variantı daha məqsədə uyğundur. Burada da onda da oldu C variantı. Belə.
10 dənə sual idi. Burada idraçla bağlı sual qeyd olunmur. Çünki idraçla bağlı sual tam müdavinin ağlında qalmayıb ki, yəni nə deyilir. Amma asan bir sual olub. Fizikalarda deyim sizə anlamaqla bağlı nəsə bir izah etməkdir. Bilirsiniz ki, izah etmək 99% anlamaqdır. 2 dənə idraçla bağlı sual düşüb. O da cavabdakı anlamaq çıxıb izahla bağlı. Yəni uşaq sonda izah eləməlidir nə isə. Bu da anlamaq çıxıb doğrudur. Ona görə burada idraçı yazmadım. Çünki idraça hər fəndən idrac fərqli düşüb. İnteqrasiya nümunə kimi qeyd edirdim, amma məktəb belə deyim də, real məktəb situasiyaları deyim olar ki, eynidir. Ona görə sizə təqdim etdim ki, çətin bir suallar deyildi. Yəni hələ ki ixtisas çətin bu gün olsa da belə söhbət təbii ki, fizikadan gedir, kimyadan gedir, amma kurikulum sualları nəcəbsə məqsədə uyğun salınıb. Belə, dinlədiyinizə görə təşəkkür edirəm. İnanıram ki, sizin üçün də faydalı oldu. Sizlər də bəyənib, paylaşıb rəy yazmağınızı istəyirəm ki, hər gün keçirilən imtahan suallarını sizlərlə bölüşüm.